Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü Yaşad düşərgəsi davam edir. Son həftəsinə start verilən düşərgə bu dəfə də şəhid əmanətlərinin böyük marağına səbəb olub. Ətraflı sıradakı sujetdə. Yaşad Fondunun və Asan Könüllülərinin birgə təşkilatçılığı ilə keçirilən 3-cü Yaşad düşərgəsinin 7-ci həftəsində düşərgəyə 15-17 yaş kateqoriyası üzrə 70-ə yaxın şəhid övladı cəlb edilib. Düşərgənin ilk günündə Şamaxı Astrofizika rəsədxanasına ekskursiya təşkil olundu. Burada onlara rəsədxananın fəaliyyəti və astrofizika sahəsində görülən işlərlə bağlı məlumat verildi. Əvvəl olmamışdım, ilk dəfə gəlirəm, yəni maraqlı bir yerdir. İlk dəfə görmüş oldum buraları. Düşərgənin proqramına əyləncə saatları, təlimlər, teatr tamaşaları, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, həmçinin psixoloqların təlimləri, konsultasiyalar və tanınmış müğənnilərin iştirakı ilə konsert proqramları daxildir. İlk günümüzdür. İnanıram ki, bu qabaqki günlərdə gözəl əyləncə vaxtlar keçirəcəyik. Rəsədxana da bir dəfə olmuşam burada. Artıq ikinci dəfə olaram. Məncə həqiqətən möcüzəvi yerdir bu rəsədxana. Qeyd edək ki, bu ilki Yaşad düşərgəsinə ümumilikdə 300-dən çox şəhid əmanəti cəlb edilib. Röya Qarabağlı, Çingiz Qəniyev, Rüstəm Mikayılzadə, Nigar Etibar, AzTV xəbər.